Sabahınız xeyir olsun, əziz və hörmətli izləyicilər və bir bağlantımız indi olacaq. Pekinlə birbaşa bağlantı və bizim xüsusi Pekinə imzalanma olmuş xüsusi müxbirimiz İbrahim Kamiloğlu bizimlə birbaşa bağlantıda olacaq. Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri başlayıb dostlar və İbrahim hər vaxtınız xeyir olsun. Nihay, necə deyərlər, necədir əhval ümumiyyətlə Azərbaycan nümayəndə heyətində və Azərbaycan prezidentini kimlər müşahidə edilir və nələr, belə deyək, hansı qrafiki var, açıqlanıbmı? Salam, hər vaxtınız xeyir. Bəli, artıq biz də Çindəyik. Dövlət başçısı da dünəndən Çində dövlət səfərindədir. Biraz əvvəl dövlət başçısının rəsmi qarşılanma mərasimi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Çin sədri Xi Jinping və eləcə də Çinin birinci xanımı qarşıladı. Çin nümayəndə heyəti Prezident İlham Əliyev və Azərbaycan nümayəndə heyəti isə Xi Jinpingə təqdim olundu. Sonra isə dövlət başçısının şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Hər iki ölkənin dövlət himnləri səsləndirildi və dövlət başçıları rəsmi foto çəkdirdilər. Dövlət başçısının rəsmi şəxslər, yüksək vəzifəli şəxslər, nazirlər və digər rəsmi şəxslər müşahidə edirlər. Hələ ki, qrafik müəyyən səbəblərdən açıqlanmıyor, açıqlananlar da müəyyən səbəblərdən biz gözləyirik, vaxtını gözləyirik və ciddi danışıqların, görüşlərin olacağı gözlənilir, ciddi anlaşmaların olacağı gözlənilir. Hətta ilk anlaşmalar dünəndən bəzi anlaşma memorandumları imzalandı. Azərbaycan Energetika Nazirliyi ilə Çinin bəzi energetika şirkətləri arasında anlaşma memorandumları, icra sənədləri imzalandı, müqavilələri imzalandı. Bu sənədlər əsasən bərpa olunan enerji, külək enerjisindən istifadə ilə bağlı layihələri özündə əks etdirirdi. Bildiyiniz kimi Azərbaycan Çin ilə danışıqlar aparırdı bir müddətdir ki, Azərbaycanın alternativ enerji mənbələrindən istifadə ilə bağlı hər iki ölkə arasında layihə, daha doğrusu Çin şirkətləri Azərbaycanda layihələrə qoşulsunlar, investisiya hətta yatırsınlar. Bununla bağlı danışıqlar gedir. Ümumiyyətlə Çin Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. Azərbaycan Çinlə əməkdaşlığa böyük önəm verir. Xüsusilə son dövrlərdə Azərbaycanın, daha doğrusu xarici siyasətin əsasını məhz elə Şərq və Asiya ölkələri təşkil edir. Çünki Avropa, Qərblə bağlı olan siyasət özünü göstərdi. İkili standartları, həmin ölkələrin ikili standartları Azərbaycana qarşı həmişə olurdu. İndi Azərbaycan öz istiqamətini Asiyaya doğru yönəldi. Bu istiqamətdə Çin də dünyada ən önəmli ölkələrdən biridir. Çünki ticarət mərkəzidir. Azərbaycanda dördüncü ən böyük ticarət tərəfdaşıdır Çin. Ötən il Azərbaycanla Çin arasında ticarət xeyli yüksək olub. Çindən Azərbaycana idxal ümumi ölkənin Azərbaycanda idxalın 17,69%-ni, Azərbaycanın Çinə ixracı isə 7,9% təşkil edib və bu artan sürətlə də davam edir. Əlaqələr daha da inkişaf edir. Xüsusilə ötən ilin iyulunda Astanada iki ölkə başçısının, Çin və Azərbaycan rəhbərlərinin imzaladıkları tərəfdaşlıq bəyannaməsindən, birgə bəyannaməsindən sonra isə hər iki tərəfdən rəsmi şəxslər qarşılıqlı səfərlər ediblər, müxtəlif danışıqlar gedib və hətta dediyim kimi anlaşmalar da olub və bugündən etibarən isə hər iki ölkə arasında münasibətlərin daha da yüksək bir müstəviyə, daha yeni bir səhifəyə keçəcəyi gözlənilir və bugün yenə deyirəm bir neçə vacib görüşlərin keçiriləcəyi, anlaşmaların olacağı gözlənilir və bununla bağlı da növbəti saatlarda daha geniş məlumatı sizə çatdıracağıq. Buyurun. İbrahim, minnətdaram kamil məlumatlara görə bu bir tərəfdən. Digər bir məsələ, oradan da Prezident Xinhua Agentliyi ilə müsahibəsində artıq bu səfərin konturlarını bizə vermişdi. İstər-istəməz o cavablardan bəlli idi bu səfərdə təxminən hansı mətləblər toxunulacaq. Növbəti xəbər buraxılışlarında səni və Pekini görməyə çox şad olacam. Bundan başqa İbrahim, biz ümumi belə deyək də siyasi diplomatik APV haqqında sizdən məlumat aldıq və ümumiyyətlə hava necədir? Deyəsən Bakı ilə müqayisədə daha istidir və saat neçədə hal-hazırda Pekində? 4 saat fərq var məncə, yox? 4 saat, elə mi? 4 olmalıdır. Bəli, Bakı ilə müqayisədə çox istidir hava, bəli, 4 saat fərq var. Hazırda burada təxminən saat 11:36 civarıdır və bəli, 4 saat fərq var, 4 saat irəlidir. Artıq günorta demək olar. Çin saatında bizim veriliş bitib. Çin saatında bizim veriliş bitib, bəli. Dostlar, xəbər xidmətinin şef redaktoru, amma elzam olunanda belə bir televiziya qanunu var. Vəzifədən asılı olmaraq hər kəsi biz xüsusi müxbir olaraq bəli görürük. Odur ki, İbrahim Kamiloğlu'na təşəkkür edirik və Xəzər xəbərin növbəti buraxılışlarında və yeni bu saatlar ərzində xəbər olacağı təqdirdə İbrahimi yenidən Çindən görməyə biz yenidən şad olacaq dostlar. Çindəki elçimiz İbrahim. Eşq olsun.